Vahid, deyəsən hələlik bugün ərzaq məsələlərinə baxdığımızdan sənin söhbətlərində dənli bitkilər haqqında eşitmək istəyirəm. Dənli bitkilərdən dedi ki, əsas müqəddəslərindən biri buğdadır. Buğdanın ya dənəsinə, ya kiçicik zərrəsinə, ya ununa, ya yoğrulan xəmirə, ya da ondan hazırlanan çörəyə baxsaq, hamısının ağ işıq zərrələrinin içərisində olduğunu görmüş olaraq. Buğdaya yaxın olanı düyüdür. Düyünün də varlığı ağ işıq zərrələrindəndir. Limonun özündə də belədir. Amma qaldı lobyaya, lobyada xaçılıq çoxdur. Xaçı zərrələr onda ağ işıq zərrələrindən çoxdur. Ona yaxını paxladır. Paxlada sarılıq çoxdur. Onda ağ işıq üzərində sarılığı çoxdur. Noxudda da belədir. Pomidorun içərisində varlığına baxanda xaçı ilə qırmızının qarışığının çalarını görmüş olaraq. Xaçı zərrələr ağ işıq zərrələrinin inkarı forması deyil. Xaçılıq ilkin element olan proteinə xidmət edir. İnsanın qidasında istini, zülalı, karbohidrogenləri verir. Deməli, xaçı zərrələr xeyirlidir. İnsan qidalanır onunla, enerji alır və sonra sərf edir. Qidanın ət forması insana xaçılığı çox gətirir. Çünki xaçı zərrələrin sayı ağa nisbətən ətdə çoxdur. Bu da insana yorğunluq, tənbəllik, ətalətlilik gətirir. Bundan əlavə malı, davalı kəsdikdə onların qorxu hissi ətə keçir. Mal, qoyun, at müqəddəslikdən gəliblər. Kəsilməmişdən əvvəl onlar kəsiləcəklərini dərk edirlər. Ona görə də onların ətini yemək məsləhət deyil. Heyvanı kəsdikdən, soyduqdan sonra tədricən vaxt keçdikcə ət hansı dəyişikliklərə uğrayır? Heyvanın bədənindəki ağ işıq zərrələri, xaçı və boz zərrələr heyvan kəsildikdən sonra 6-10 dəqiqə müddətində öz sabit axın, vəhdət hərəkətlərini saxlaya bilirlər. Sonra 0.5-1 saat müddətində ağ zərrələrin sayı nisbətən azalır. Xaçı və boz zərrələr isə nisbətdə çox qalmış olurlar. Boz zərrələr ətin tez çürüməsinin qarşısını alır. Bir neçə saatdan sonra ətin temperaturu, nisbi nəmliyi dəyişilir, ət kütləşir. Kütləşmə odur ki, xaçı zərrələrlə boz zərrələr birləşirlər. Birlik, toplum təşkil edirlər. Ağ zərrələrin hərəkəti məhdudlaşır və ətdə tündləşmə gedir. Əgər əti soyuğa qoysaq, prosesin sürəti çox azalmış olur. Yəni, xaçı zərrələrlə boz zərrələrin toplum halına gəlməsinin qarşısı alınır. Qida hazırladıqda zəif və ondan bir qədər yüksək odda, temperaturda əti pişirmək məsləhət görülür. Belə od onun bir bərabərdə bişməsinə və qidanın dadlı alınmasına səbəb olur. Sürətli od isə qabdakı temperaturun qeyri-bərabər paylanmasına və bişmənin mütənasibliyinin pozulmasına səbəb olur. Onda ətdəki kimyəvi maddələrin tez parçalanması hadisəsi də baş verir.